Hə, mənə deyin görün biz harda qalmışdıq? Nə iş görürdük? Haradan danışmışdım? Nə danışmışdım? Vektorda. Vektorlar danışdıq müəllim. Vektorun müsbət cəhəti, mənfi cəhətini danışdın. Mənfi ilə danışdın. Vektorizatorda dedin. Ana mən də yaxşıyam. Qəşəng. Getdik onda. Bundan sonra gəldik fraktal qrafik redaktoruna. Dedik qrafik redaktorların 3 növü var. Raster, vektor, bir də fraktal. Bir də 3 ölçülü. Raster dedik, vektor dedik, gəlir fraktal qrafik redaktorlar. Fraktal qrafik redaktorlar riyazi hesablamalar əsasında avtomatik generasiya olunan təsvirlərdir. Başlayalım, vektorun da tərifində var idi riyazi hesablamalar əsasında. Orada nə deyirdi? Riyazi hesablamalar əsasında həndəsi obyektlərin əmələ gətirdiyi spesifik tipli təsvirlərdir. Amma fraktalın tərifində də uşaqlar yenə riyazi hesablamalar əsasında, amma avtomatik generasiya olunan təsvirlərdir. Burada avtomatik generasiya sözü var. Və fraktal qrafik redaktorlar uşaqlar proqramlaşdırma sayəsində istifadə olunur. Bunun xüsusi bir proqram adı olunur. Bu proqramlaşdırma sayəsində istifadə olunur. Bizim Pascal, Delphi, nə bilim Java, JavaScript, o proqramlaşdırma dillərimiz var deyə. Bax, orada istifadə olunur fraktal təsvirlərdən. Məsələn, uşaqlar, sən Delphi proqramlaşdırma dilində düzbucaqlı çəkmək istəyirsənsə, əmri yazsan, renk tancili, belə bir şeydir təxmini. Məsələn, x oxu üzrə yazsan 20-nin 20-yə, tutaq ki. Y oxu üzrə yazsan 10-un 10-a. Yazdın belə bir şey. Bax, riyazi hesablamanı sən verirsən. Bax, o üçün fraktal təsvir edilir. Riyazi hesablamalar əsasında bunun riyazi hesablamasını sən verirsən. Amma avtomatik generasiya olunan təsvirlər. Dayı sən çəkmirsən. Bir dənə play vurursan, o baxır renk tancilərinə və x oxu üzrə 20, y oxu üzrə 10 olan bir dənə sənə düzbucaqlı çəkmiş olur. Avtomatik generasiya olunan təsvirlərdir fraktal. Amma vektorda da riyazi hesablamadır. Amma orada özün çəkirsən. Bir dənə xət götürdün, çünki onun ən minimumiti xətdir. Bir dənə xət götürdün, çəkdin buradan bura. Bir dənə xət götürdün, buradan bura. Bir dənə xət götürdün, buradan bura. Bir dənə xət götürdün, buradan bura. Bu xətlərin uzunluğun riyazi sən hesablayırsan. Amma onu özün çəkirsən. Fraktalda isə kodları verdin, özü avtomatik olaraq generasiya olunur. Fraktal qrafik redaktorlar, deməli, riyazi hesablamalarında avtomatik generasiya olunan təsvirlərdir. Və fraktal qrafik redaktorlar proqramlaşdırma sayəsində istifadə olunur. Fraktal qrafik redaktorunun ən minimal elementi, uşaqlar, həndəsi fiqurdur. Həndəsi fiqur. Rasterda piksel, vektorda xət, fraktalda isə ən minimal element həndəsi fiqurdur. Və fraktal qrafik redaktorun ən əsas xassəsi özünə oxşarlıq xassəsidir. Özünə oxşarlıq. Çünki fiqurlar bir-birinə oxşayır uşaqlar. Fiqurlar bir-birinə oxşayır. İndi yəqin Nizam müəllim bilməz belə şey, amma məntiqdə var belə bir şey uşaqlar. Məsələn, dördbucaqlıların növü paralleloqramdır. Paralleloqramın növü düzbucaqlıdır. Düzbucaqlının növü nə bilim kvadratdır. Kvadratın növü romdur. Məsələn, belə bir məntiq sualı var. Ümumdən xüsusiyə düzün. Yəni, cavabını demişsin. Paralleloqram, düzbucaqlı, kvadrat, rom. Və bu formada gelmiş olur. Bunun da əvvəli dördbucaqlılardır. Və fiqurlar bir-birinə oxşadığına görə fraktalın ən əsas xassəsi özünə oxşarlıq xassəsidir. Fraktal qrafik redaktoru haqqında bu qədər. Bundan sonra gəlirik uşaqlar, 3 ölçülü qrafik redaktorlar. 3 ölçülü qrafik redaktorlarda uşaqlar 3D ilə, 4D ilə, 7D ilə nə gördünüz, hamısı bura aiddir. 3 ölçülü qrafik redaktorlara hansı proqramlar aiddir? 3D Max, 3D Maya, 3D Cinema, 4D Cinema, 7D Cinema, ZBrush, Lightwave, Softmix. Bundan başqa uşaqlar demiş ki, bir dənə də CAD sistemləridir ki, bura aiddir. CAD sistemlərimizdə hansılardır uşaqlar? Avtomatlaşdırılmış layihələndirmə sistemləri. AutoCAD, ArchiCAD, OrgCAD, MassCAD. Və bu avtomatlaşdırılmış layihələndirmə sistemləri, CAD sistemləri həm də 3 ölçülü qrafik redaktorlara aiddir bunlar. Və 3 ölçülü qrafik redaktorlardan əsasən televiziya, sinemalarda, kinoların hazırlanmasında, cizgi filmlərin hazırlanmasında istifadə olunur. Yəni, özünüz də bilə bilərsiniz. Məsələn, ən güclü qrafika Avatar filmi, yəni 3D üzrə, 4D üzrə ən güclü hazırlanmış filmlərdən biridir. Sonra uşaqlar ən azı kinoteatra falan gedəndə görürsünüz də, məsələn, deyir ki, 4D filmdir, 3D filmdir, açıq zat taxtın gördüyün içəri tutaq ki, deyək. Və o filmlərin hamısı televiziya, sinema işlərində, cizgi film işlərində hamısında 3 ölçülü qrafik redaktorlardan istifadə olunur. Aydındır. Qrafik redaktorlar haqqında bu qədər. İndi bundan sonra gəlirik uşaqlar biz. Bizdə bir dənə də ayırd etmələr var. 3 dənə ayırd etmə var. Resolution deyirlər, ayırd etmə. Yəni keyfiyyət göstəricisidir. 3 dənə resolutionumuz var. Orijinal təsvirin ayırd etməsi.
Sonra printer ayırt etməsi. Bir dənə də uşaqlar ekran ayırt etməsi. Orijinal təsvirin ayırt etməsi uşaqlar. Orijinal təsvirin ayırt etməsi ölçülü uşaqlar DP ilə. DP. Dots per inch. Inch uşaqlar düyüm deməkdir. Düyüm. Bir düyüm də biz bilirik ki uşaqlar 2,54 santimetrdir. Bunu ekran monitorun diagonal ölçüsündən bilirsiniz. Düyüm 2,54 santimetrdir. Və uşaqlar dots per inch. Dots nöqtədir. Dots per inch. Bir düymə düşən, yəni 2,54 santimetr düşən nöqtələrin sayı ilə ölçülür. Dots per inch. Printer ayırt etməsi LP ilə ölçülür. Line per inch. Bir düymə düşən line, xətlərin sayı ilə ölçülür. Ekran ayırt etməsi də uşaqlar PP ilə ölçülür. Pixel per inch. Bir düymə düşən piksellərin sayı ilə ölçülmüş olur. İndi birinci başlayırıq uşaqlar orijinal təsvirin ayırt etməsi, yəni DP. Orijinal təsvir deyəndə nə başa düşürük? Bütün qrafiki redaktorlarda hazırlanmış təsvir uşaqlar DP ilə ölçülür. Bütün qrafiki redaktorlarda raster, vektor, fraktal, üç ölçülü fərqi yoxdur. Bütün qrafiki redaktorlarda hazırlanmış təsvir uşaqlar DP ilə ölçülür. Məsələn, sənə desələr ki, adi Paint proqramında hazırlanmış təsvirin ayırt etməsi DP, Photoshopda DP. Çünki bunlar rasterdə DP-dir. CorelDRAW-da DP, Adobe Illustrator DP, Fractal'da DP, 3D, 4D nə olur olsun, bunlar hamısı DP ilə ölçülmüş olur. Orijinal təsvir deyəndə bütün şəkil anlayışı, bütün qrafik redaktorların ayırt etməsi DP-dir. Ona görə də uşaqlar, bax, foto və kamera və skanerin ayırt etməsi nə ilə ölçülür desələr uşaqlar? Əslində, heç bunları deməli deyirəm, avtomatik bilməlidir ki, DP ilə ölçülür. Çünki bunlardan daxil olunan təsvirlər uşaqlar hamısı raster təsvirlərdir. Foto və kameradan və skanerdən daxil olunan şəkildir də, onsuz da bunlar. Şəkildirsə, hamısını ayırt etməsi DP ilə ölçülür. Ona görə skaneri ayırt etməsi DP-dir. Skanerin keyfiyyəti. Bu ayırt etmə də uşaqlar keyfiyyət göstəricisidir. Printerin keyfiyyət göstəricisi LP ilə, yəni ayırt etməsi LP ilə ölçülür. Bir düymə düşən xətlərin sayı ilə. Ekran ayırt etməsi də uşaqlar PPI ilə ölçülür. Ekran ayırt etməsi piksel ilə ölçülür. Və bunu onsuz da uşaqlar biz keçən səfər hansısa qrupdan uşaq idi, test işləmişdi, atmışdı ki, müəllim yazmışdı da monitorun keyfiyyət göstəricisi nədir? Piksel. Onsuz da biz bunu hardan tuta bilərik? Biz monitorun xarakteristikasında demişdik də, piksellərin qalınlığı. Piksellərdən tuta bilirik ki, uşaqlar bu monitorun göstəricisidir, keyfiyyət göstəricisidir. Onsuz da monitorun keyfiyyət göstəricisi PPI ilə ölçülmüş olur. Bunu da qurtardıq. Bundan sonra gəlir uşaqlar. Sual var buna dair? Yoxdur. Gəlir uşaqlar Paint proqramına. Paint proqramı uşaqlar Windows'un öz üzərində gələn raster qrafik redaktoruna aid olan proqramdır. Windows'un öz üzərində gəlir və biz onun üçün bunu keçmiş oluruq. Raster qrafik redaktoruna aid olan proqramdır. Paint proqramı. Və Paint proqramı uşaqlar təsvirlərin yaradılması və redaktə edilməsi üçündür. Paint proqramı bütün təsvirlərin yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulan proqramdır. Təsvirlərin yaradılması və redaktə edilməsi üçün proqramdır. Və uşaqlar, daha deməyin ki, bu raster qrafik redaktoruna aiddir, müəllim. Burada yaratmaq olmaz. Uşaqlar, qısaca demişim, bütün qrafik redaktorlar yarada da bilir, redaktə də edə bilir. Paint də təsvirlərini yaratmaq və redaktə etmək üçündür. Amma nə üçün daha əlverişlidir? Təbii ki, redaktə üçün. Burada yaratmaq üçün o qədər əlverişli deyil. Əsas redaktə üçün əlverişlidir. Aydındır? Paint'in ümumi quruluşundan başlayırıq danışmağa. Bura yenə pəncərənin başlıq sətridir. Burada pəncərəni idarə etmə düymələridir. Bura sürətli keçidlər panelidir. Quick Access Toolbar. Uşaqlar, sürətli keçidlər paneli lentadan yuxarıda da ola bilər. Lentadan aşağıda da eləyə bilər. Show below ribbon eləsən, ribbondan lentadan aşağıda da ola bilər. Bütün proqramlarda, təkcə Paint'də yox. Word'də də, Excel'də də, hamısında. Lentadan yuxarıda və aşağıda ola bilər. Yəni, burada görəndə çaşmayın. Bundan sonra uşaqlar, bura bizim lentamızdır. Lentanın uşaqlar sağ tərəfində, yuxarısında help var. Klaviatür nömrəsi F1.
Burada uşaqlar bizim üçün vəziyyət sətidir, status bar. Gəlin uşaqlar, Paint-də 2 dənə tab vərəqi var. Home, bir də View tab vərəqi. Home, bir də View tab vərəqi. Bu isə Paint başlığıdır. Paint başlığı. Normalda biz file deyirik. Burada file yox, Paint başlığıdır. Birinci indi buradan danışırıq. Birinci burada gəlir New. Klaviatür düyməsi Ctrl-N. Bundan sonra gəlir Open. Klaviatür düyməsi Ctrl-O. Kompüterin yaddaşında mövcud olan şəkilləri açmaq üçün. Bundan sonra gəlir uşaqlar Save. Save saxlanı eləmək. Klaviatür düyməsi Ctrl-S. Var uşaqlar Save as. Nə kimi yadda saxla? Klaviatür düyməsi F12. Və Save as-dən nələr eləmək var uşaqlar? Save as-dən 1. Yerini dəyişmək olar. 2. Adını dəyişmək olar. 3. Tipini dəyişmək olar, genişlənməsini. Və burada baxsınız uşaqlar ancaq raster genişlənməsidir. BMP, DIV, JPEG, TIFF, GIF, PNG. Çünki uşaqlar, sən onsuz da biz dedik ki, vektorun mənfi xüsusiyyəti nədir? Vektor təsvirlərini, raster təsvirlərini müəyyən səviyyədə vektor təsvirlərinə ixrac etmək mümkün deyil. Sən raster təsvirlərini müəyyən səviyyədə vektor təsvirlərinə ixrac edə bilmirsən uşaqlar. Vektoru raster asanlıqla eləyə bilirsən. Girdin save-as-dən dəyişdin. Amma burada uşaqlar gözü vektor genişləməsi yoxdur. Çünki raster vektora çevirmək olmur. Ancaq müəyyən proqramlarla çevirə bilirsən. Onlar da bir vektorizatordur. Corel Trace, bir də Adobe Streamline. Və belə bir sual var uşaqlar. Desələr Paint-də şəkilə animasiya vermək olurmu uşaqlar? Xeyr uşaqlar, Paint özü nə gündədir ki, niyəsə animasiya versin yəni. Ən zəif proqramdır da bu. Və uşaqlar, sadəcə uşaqlar, burada GIF genişlənməsi vardı ya, uşaqlar çox çaşır. Qəbul sualı olub, açıq sualda. Paint-də deyir, animasiya vermək olurmu? Xeyr uşaqlar, burada GIF formatı o demək deyil, hər animasiya vermək olur. Əvvəla bunu deyim ki, uşaqlar, hər GIF animasiya demək deyil. Hər GIF animasiya demək deyil. Amma bütün animasiyalar GIF-dir formatı. Yəni, sən hər şəkilə GIF formatı verən də o deməkdir, o şəkil başlayacaq tullanmağa. Sən indi telefonda o qədər şəkil var, onların hansına GIF formatı verirsən, gir ver də. Ki, onlar başlayacaq ki, hərəkətə. Yox, hər GIF animasiya demək deyil. Amma bütün animasiyalı şəkillərin formatı məcbur GIF olmalıdır. Çünki onlara sən animasiyalı şəkilin formatını dəyişir, JPEG-ə görəsən dayandı yerində. Statik, tərpənmir. Ona görə də uşaqlar, hər yerdə GIF gördünüz, o demək deyil ki, o şəkillərlə tullanmalıdır. Animasiyası olmalıdır. Ona görə də uşaqlar, burada GIF formatı o demək deyil, Paint, nə bilim, burada animasiya verə bilər. Qısaca, Paint-də animasiya olmur. Sonra uşaqlar, desələr ki, Paint-də mətin formatında yadda saxlamaq olurmu? Xeyr uşaqlar, Paint qrafiki redaktordur. Burada mətin formatına gəzir. Və uşaqlar, bunu da uşaq niyə çaşır? Çünki burada deyəcəm, tekst yazmaq olur, mətin yazmaq olur. O demək deyir ki, sən telefonda da şəklin üstünə yazı yaza bilirsən. Güya şəklin üstünə yazı yazmırsınız ki, yüzdə yazı yazsınız şəklin üstünə. O yazı yazanda o demək deyir ki, o mətinə çevrildi. Ondan sonra o yazıdan çıxan kimi avtomatik olaraq o çevrilir şəkilə. O yazıya heç nə eləyəmirsən. Oldu şəkil, telefondakı kimi. Onun üçün də Paint-də nə animasiya vermək olur, nə də şəkil formatında yadda saxlaya bilərsən. Bundan sonra uşaqlar, nə animasiya vermək olur, yəni mətin formatında yadda saxlaya bilərsən. Bundan sonra gəlir print. Print çap eləməkdir, çap eləmək. Printin içində 3 əmr var. Bir var print, Ctrl-P, çap eləmək. Print preview, çapdan öncə baxış. Bir də page setup, səhifə parametrləri. Page setup'ın içində var kağızın ölçüsü. Sonra uşaqlar portrait landscape olması. Sonra uşaqlar çapda uşaqlar səhifənin kənar boşluqları, A4-ün kənar boşluqları. Bir də uşaqlar centering. Çap zamanı mərkəzə doğru düzləndirmə. İndi oxuyanın yadında qalar. Biz Excel-də demişdik ki, uşaqlar, Excel proqramını keçəndə və mən orada dedim ki, bu sual həm Paint proqramı üçün, həm Excel proqramı üçün var. Çap zamanı mərkəzə doğru düzləndirmə hardandır? Paint-də, Excel-də demişdik, çap zamanı mərkəzə doğru düzləndirmə page layout-dan, page setup-dan, margins başlığındaydı. Center on page. Mərkəzə doğru düzləndirmək var. Horizontal, bir də vertikal olaraq. Paint proqramı üçün də eyni sual var. Çap zamanı mərkəzə doğru düzləndirmə hardandır? İndi burada printdən giririk da. Printdən page setup-a daxil oluruq. Bu daha centering. Və bunu eləyəndə düz A4-ün ortasında çıxır. Şəkil düz A4-ün ortasında çıxacaq. Horizontal, bir də vertikal. Bundan sonra skanerdən və ya kameradan bura şəkil daxil etmək. Send email, mailə göndərmək.
Set as desktop background. Buradakı şəkli bizim ekranın şəkli eləyə bilərik. About Paint, Paint haqqında məlumatdır. Klaviatür ödəməsi F1. Bu exit də uşaqlar ümumi proqramdan çıxışdır. Klaviatür ödəməsi Alt F4. Bundan sonra uşaqlar burada gəlir Properties. Properties bu xüsusiyyətlərdir. Daxil olan uşaqlar Properties'ə və Properties'də uşaqlar və görürsünüz birinci burada nə yazıb uşaqlar? Resolution, ayırt etmə. Ayırt etməsi nə ilə ölçülür? DPI ilə. Biz dedik ki uşaqlar bütün qrafik redaktorlarda hazırlanmış təsvirin ayırt etməsi DPI ilə ölçülür. Şəkildə olsa, video, rasterdə olsa, vektorda olsa, fraktalda olsa hamısının DPI ilə ölçülür. Sonra uşaqlar burada şəklin fiziki ölçüsü gəlir. Şəklin fiziki ölçüsü uşaqlar 3 parametrlə ölçülür. Düyüm, santimetr, piksel. Şəklin fiziki ölçüsü uşaqlar şəklin eni uzunluğudur. Və buradan da görə bilərsən. Şəklin eni uzunluğu və şəklin fiziki ölçüsü və budur uşaqlar. Şəklin eni bir də uzunluğu uşaqlar. Şəklin hündürlüyü ilə və bu eni. 3 parametrlə ölçülür uşaqlar. Düyüm, santimetr, bir də piksel. Şəklin fiziki ölçüsü 3 parametrlə ölçülür. Düyüm, santimetr, piksel. O düzdür 3-ün 4-ə santimetrli şəkil. 3-ün 4-ə. O budur da düyüm, santimetr, piksel. Şəklin fiziki ölçüsüdür. Eni, uzunluğu. Uşaqlar, inç düyüm deməkdir. Santimetrlə göstərilir. İndi inçlə göstərilir. Santimetrlə göstərilə bilər. Santimetr neçədən? Bu 2,154-ə vur. Nəticə oldu. Santimetrlə göstərilə bilər. Bir dənə də uşaqlar piksellə göstərilə bilər. 1024-ün 768-ə piksel. Şəklin fiziki ölçüsü 3 parametrlə ölçülür. Düyüm, santimetr, piksel. Bununla da uşaqlar bu Paint başlığından qurtardı. Gəlirik Home tab vərəqinə. Home tab vərəqinin qrupları hansılardır? Clipboard, Image, Tools, Shapes, Size, bir də Color. Birinci gəlirik uşaqlar. Clipboard. Clipboard mübadilə buferi. Mübadilə buferinin əmrləri. Cut, copy, bir də paste. İndi deyin görün uşaqlar. Bizə belə bir sual versələr ki, Paint'də yer dəyişmə, şəklin yerini dəyişmək olar mı? Yer dəyişmə etmək olar mı? Yer dəyişmə. Ay, sağ ol. Bax uşaqlar. Şeydə sual idi bu. Görəcəksiniz. 2015-ci qəbul sual. Paint haqqında doğru fikirləri seçin. Orada bax uşaqlar. Paint'də yer dəyişmək mümkündür. Bilsən nə qədər uşaq səhv edeyim. Mən deməmişim. Mən belə xüsusi demirəm. İndi proces səhv edəndən sonra məcbur deyirəm. Deyirəm, burada Paint'də deməmişim. Yer dəyişmək mümkündür. Daha onsuz da deyirəm də cut var. Cut'ı bütün proqramlarda demişəm də cut yer dəyişmədir. Bu cut'ın yer dəyişmə olduğunu sizə niyə əvvəldən keçirilir? Sən də hər yerdə eyni şeyi təkrarlamayaq da. Bu hansı proqramda cut varsa, deməli orada yer dəyişmə var. Bütün proqramlarda da cut var. Deməli obyektin yeri dəyişmə var da. Şu. Gəlir image qrupuna. Image qrupunda birinci gəlir select. Select seçməkdir uşaqlar. İstənilən bir yeri seçmək. Sonra uşaqlar burada gəlir crop. Crop kəsməkdir. Telefonunuzda da var da. Seçib həmin hissəyə kəsə bilirsən. Crop. Bundan sonra var resize uşaqlar. Resize müəyyən bucaqda əymək üçündür. Bundan sonra gəlir uşaqlar rotate. Rotate-də fırlatmaqdır. Bundan sonra gəlir uşaqlar tools. Tools qrupunda uşaqlar alətlərdə. Birinci gəlir pencil, qələm. Belə bir şey. Bundan sonra gəlir uşaqlar burada kraska tökməkdir bu vedrə. Bununla uşaqlar istənilən yerə uşaqlar kraskanı tökə bilirsən. Bax, buradan. Və hal-hazırda tökür uşaqlar. Bu nöqtə tökür. Çünki bu eyni pikselli yerləri rəyləyir uşaqlar. Bax, eyni pikselli yerləri. Ancaq eyni piksel. Görürsünüz, burada eyni piksel çox imiş. Eyni pikseli siz belə görürsünüz. Buranın hamısı qara görürsünüz. Düzdür? Buranın hamısı qara deyil. Qaranın uşaqlar bəlkə burada 255-ə, 256-ya yaxın saları var. Yəni sən bununla bunun eyni piksel tutmuyor. Adi bir dənə nöqtə dəyişsə burada piksellərin sayı həddindən artıq çoxdur. Yəni eyni pikselli rənglər çoxdur burada rənglər. Bir dənə bu şəkildə olmasa uşaqlar nə bilim 224-ə qədər rəng var bəlkə. Yəni biz elə görmürük. Yəni eyni pikselli yerləri rəyləyir uşaqlar bu.
Harda eyni piksel varsa oranı nə eləmiş olur. Sonra uşaqlar, gəlir burada bu tekst. Bu mətin yazmaq üçündür uşaqlar. Bu tekstlə istənilən bir yerə mətin yazmaq üçün. Mətin yazdım uşaqlar, o deməkdir burada mətin formatında yadda saxlamaq olur. Buradan bir də kənara çıxan kimi artıq bu uşaqlar çevrildi şəklə. Bu şəkildir. Sən buna heç bir dəyişiklik eləyə bilməzsən də. Şu. Bundan sonra gəlir burada erase. Erase pozandır uşaqlar. Erase pozandır. İstənilən yeri pozmaq üçün. Güya pozant da uşaqlar. Belə ağardır, rəngin də dəyişmək olur. Pozanın da rəngin dəyişmək olur uşaqlar burada. Bu kale 1 qələmin rəngidir uşaqlar. Kale 2 pozanın rəngidir. Məsələn, pozanın rəngi uşaqlar bu rəngdə elə. Artıq bu rəngdə pozmuş olacaq. Güya pozurdu. Bundan sonra gəlir pipitka. Pipitka uşaqlar istənilən yerin rəngini götürmək üçündür. İstənilən yerin rəngini götürmək üçün. Bax, mən istəyirəm ki, mənim qələmimin rəngi, bax, eminli, bax, bu gülün burası, bu hissəsinin rəngində olsun, tutaq ki. Bu hissənin rəngində. İndi mən nə bilim, buranın hissənin rəngi nədir, bu nə rəngdir? Bunu mən necə götürüm axı? Bunun üçün uşaqlar pipitka nəzərdə tutulur. Pipitka vuran kimi, buranın rəngi nədirsə, sənin qələmin də rəngin o eləyəcək. Bax, götürdü buranın rəngi. Artıq qələmin rəngin, bax, o rəngdə eləmiş oldu. Bundan sonra gəlir maştab. Maştab uşaqlar istənilən yeri yaxınlaşdırmaq üçündür. Bundan sonra gəlir uşaqlar brush. Brush fırçadır, fırça. Gördünüz? Və uşaqlar fırça kimi hələ funksiya da qoyublar. Güya ki, belə eləyirsən, bax, qutardıq da eləmək olmur. Gərək əlvi mouse'dan çəkəsən. Güya fırça təzdən batırdığında klasik təzdən. Nəysə də belə bir şeydir. Bundan sonra gəlir shapes. Shapes fiqur əlavə eləməyidir. Fiqur əlavə eləmək. Və belə bir sual var Paint üçün. Lazımsız sual da olsa var. Yazır Paintdə hansı fiqur yoxdur? Uşaqlar Paintdə trapesiyadır, paraboladır, hiperboladır. Bunlar yoxdur. Yəni cavabı əsasən bunları qoyurlar. Onun üçün deyirəm. Trapesiya, hiperbola, parabola. Bunlar yoxdur. Yəni ürək var burada, ildırım var, nə bilim bulud var, şey var, ulduz var, belə şeylər var da yəni. Bundan sonra gəlir size. Size bu xəttin qalınlığı falandır. Fiqur çəkəndə onun xəttin qalınlığı falan. Bundan sonra gəlir kale qrupu. Kale 1 dediyim kimi qələmin rəngidir. Kale 2 isə uşaqlar pozanın rəngidir. Sonra uşaqlar burada edit kale var. Edit kale rəng qutusuna yeni rəng əlavə eləməkdir. Bu rəng qutusuna yeni rəng əlavə eləmək edit kaledəndir. Buradan girib rəng qutusuna müxtəlif rənglər əlavə edə bilirsən uşaqlar. Məsələn bu rəngi add to custom kale eləyirsən. Düşdü rəng qutusuna, okey. Gəldi düşdü. Rəng qutusuna yeni rəng əlavə eləməkdir, edit kale. Bununla da home tab vərəqi qutardı. Gəlir view tab vərəqinə. View tab vərəqinin qrupları hansılardır? Zoom, show or hide, bir də display. Zoom miqyasdır. Paint proqramda minimum miqyas 12,5, maksimum miqyas 800 olur. Minimum 12,5, maksimum miqyas 800 olur. Sonra uşaqlar, burada gəlir show or hide qrupu. Birinci rulə, xəttkeşi gətir götür. Grid lines, tor xətti verməkdir. Setka. Bundan sonra uşaqlar status bar. Bu da vəziyyət sətri. Burada görünsün və ya görünməsin. Bundan sonra gəlir display qrupunda full screen. Bu da tam ekranda göstərməkdir. Full screen. Seçili tam ekranda göstərir. Bunlar da uşaqlar Paint proqramı bitdi. Uzun ömür, can sağlığı, ailə saadəti. Paint'i də qutardıq. Gəlir indi uşaqlar biz məsələlərimizə. Bu səsi atım qrupa. Ayətən sən istəsin saxlayıb yenisini aça bilərsin.